Bu balaca yer bizim Azərbaycanlı alimlərin, Azərbaycanlı oxucuların giriftarına səbəb olmuş mövzudur. Deməli, oxuyaq biz qəzəli. Əlif altından qoşa xət gəlib burada, diqqət yetirək. Əlif altından qoşa xət. Kaf gəlib daha sonra. Kaf, fikir verin, Y hərfinə birləşib. Kaf orada Y hərfinə birləşib, diqqət yetirək. Kaf Y hərfinə birləşdiyi üçün orada ya küy mənasını ifadə, yəni küy səsini verməlidir, ya da ki səsini verməlidir. Bizim dil üslub imkanlarımıza görə küy sözü bizim dilimizdə olmadığına görə bu iki olaraq tələffüz olunmalıdır. Əlif altından qoşa xət, kaf və Y hərfi. Bu bizə i, k, i sözünü yaratmağa icazə verir. 2 olaraq əslində burada tələffüz olunur. Burada bəzən deyirlər ki, qarışdırılır, nə bilim, nun hərfi ilə Y hərfi burada qarışıq düşüb filan. Nun hərfini Y hərfindən ayırmaq üçün üstündə nöqtə olur. Burada ən bariz nümunəsini biz bunun burada görürük. Nunun hərfində qoşa nöqtə, nunun üstündə tək nöqtə var. Y-nin altında isə qoşa nöqtə olmalıdır. Burada isə indi şair özü yazmayıb, sadəcə Y hərfini yazmaqdan kifayətlənib. Əgər bu nun olsaydı, üstündən bir nöqtə olardı. Amma bu hərfin nə üstündə, nə altında, nə nöqtə var, nə düz xət var, nə əyri xət var, nə də ki zəmmə işarəsi var. Bu bizə nun hərfini yaratmağa icazə vermir. Ona görə biz buna nun deyə bilmərik qəti şəkildə. Bu əlif, yəni altından qoşa xət, i, kaf və Y hərfi bizə iki sözünü ifadə edir. Dediyimiz kimi nun hərfi olsaydı, əgər bu ikən olsaydı, tutaq ki bu idi, bu da k-dır, bu da n olsaydı, əgər bu formada yazılmalıydı əslində. Bu şəkildə qələmə alınmalıydı bu. Bu şəkildə qələmə alınmadığı üçün biz buna qəti şəkildə deyə bilmərik ki, bu ikən cahandır. Məndə sığar 2 C hərfi C, I, H, A və nun.